Qıpçaqlar qədim türk tayfalarından biri idi onlar. Orta Asiyada, Qaradeniz sahillərində və Şərq Avropada geniş ərazilərdə yaşayırdılar. Misal, indiki Qazakistan, Ukrayna, Rusiya və Qafqaz bölgələri. Dilləri Qıpqaç türkçəsi idi ki, indi Qırğız, Qazaq, Tatar dillərinin əsası bu dildir. Qıpçaqlar döyüşçü xalqı tanınırdılar. Böyük dövlətlərdə var idilər. Misal, Qızıl Ordu və Səlcuqlu ordusunda və bu səs Qıpçaqların dilidir. Atamız, kim köktesin, alqışlı olsun senin adın, gelsin senin xanlığın, olsun senin diləməgin, necik kim kökte Allah yerdə. Dengrinin atın bilə ant içmegil, bulukünü avurlağıl, atanı, ananı hörmətləgil. Daha çox bu cür videolar üçün sayfamızı təqib edin.